Dünyada soruşsalar ki, milyardlar, adalar, təyyarə, yoxsa etibarlı dost, dostu seçərsiniz. Var dövləti Allah verdiyi kimi də ala bilər. Dostlar bizim ömürlük mükafatımızdır. Nə arzu edirəmsə, ikimiz o arzunun içindəyik. Kesahil xəbər verir ki, bu sözlərə əməkdar artist Lalə Məmmədova Stilist Elnur Həsənovun ünvanına deyib. Müğənni stilistlə dostluğundan danışıb. Qəribədir, gələcəklə bağlı nə arzulayıramsa, Elnur oradadır. Bəlkə heç onun xəbəri yoxdur. Həyatımda ağına gətirməyəcək qədər var. Özel bir yerdədir. Hər zaman birlikdə olaq. Məncə dünyada soruşsalar ki, sizə nə istəyirsiniz? Milyardlarla pul, var dövlət, nə bilim, adalar, təyyarələr və bir də etibarlı dost. Məncə elə siz də mənə razılaşacaqsınız ki, etibarlı dostu seçəcəksiniz. İnanın o yaxtalarda, milyonlarda necə ki Allah Teala verib bir saniyənin içində də insandan ala bilər. Amma etibarlı dostlar bizim ömürlük mükafatımızdır. Elnur, bu günləri mən sənə milyonları arzulayıram, ancaq ona bir yerdə qəlbində bir huzur da arzulayıram. Mərdimazar insanlardan uzaq olaq. Mən artıq ikimizi deyirəm. Çox qəribədir ki, bilmirəm də Elnurda necədir. Mənim nə arzularım varsa gələcəklə bağlı, nə arzulayıramsa, Elnurun heç xəbəri yoxdur, Elnur oradadır, o arzulardadır. Onu da özü qazanıb. Çox danışa bilərəm, amma mənim üçün o heç ağlına gətirməyəcək qədər həyatımda var. Çox özəl bir yerdədir. Elnur, sən həmişə ol ki, biz də olaq. Bax, dünəndən bugünə təbrikləri görsən, kim məcburiyyət qarşısında yazıb onu? Hər kəs ürəkdən yazıb. Hər kəsin sənə olan sevgisi o qədər doğaldır, o qədər səmimidir ki. Röya demişkən, bugünləri burada çox milyon adamlar ola bilərdi istəsəydi. Biz hamı səni sevirik və sənə can sağlığı arzulayırıq.